Zövq həm doğuşdan gəlir, həm də sonradan öyrənilə bilər. Bugün sosial şəbəkələrdə, ümumiyyətlə dünyada zövqsüzlük rəsmən təbliğ olunur. Tam peşəkar fikrini dinləyən və onunla hərəkət edən insanların sayı azalır. Biz geyimə görə qarşılayıb ağla görə yola salmalıyıq. Güzgü bizim ən yaxın dostumuzdur. Çünki biz orada əyrilərimizi, düzlərimizi görə bilirik. İstəyərdim ki, bu işlə məşğul olan, ümumiyyətlə moda ilə, dizaynla, dəblə məşğul olan gənclərimiz olsun. Mənim geyimimi bəyəndiniz. Zövqümü oxşadınız. Çox təşəkkür eləyirəm. Salam əziz izləyicilər. Könüllüsən verilişi efirdədir. Sizinlə mənəm Şəbnəm. 15-26 yaş aralığında gənclər könüllü olmaq üçün müraciət edə bilərlər. Müraciətinizi həm sosial media platformalarımız, həm də portal.asanvolunteers.az saytından edə bilərsiniz. Layihə və ideyalarınızla bağlı təkliflərinizi info@asanvolunteers.az ünvanına göndərə bilərsiniz. Verilişin məqsədi gənclərə motivasiya verməkdir. Maraqlı qonaqlar dəvət edərək faydalı olmağa çalışırıq. Bugün gənclərin zövqündən danışacağıq. Trendlər bizi formalaşdırır, yoxsa biz trendləri? Zövq doğulur, yoxsa sonradan öyrənilir? Bu suallara cavab tapmaq üçün bugün Könüllüsən verilişində Azərbaycanda moda sənətinin ən tanınmış simalarından olan dizayner Gülnarə Xəlilovadır. Xoş gəlmisiniz Gülnarə xanım, necəsiz? Yaxşıyam, xoş gördük. Siz necəsiz? Təşəkkür edirik, həmişə yaxşı olasınız. Gülnarə xanım, bildiyimiz kimi mövzumuz zövqdür, modadır. Sizcə zövq doğuşdan gəlir, yoxsa sonradan öyrənilir? Zövq həm doğuşdan gəlir, həm də sonradan öyrənilə bilər, əgər insan bunu istəyərsə. Bəs zövqsüz geyim deyəndə ilk ağlınıza nə gəlir? Zövqsüz geyim insanın bədən formalarına uyğun olmayan geyimin geyinilməsi. İlk ağlıma bu gəlir, yəni zövqsüz görünə bilər. Yəni insan hər zaman öz bədən quruluşunu bilməli, tanımalı və ona uyğun geyinməli. Gülnarə xanım, sizcə gənclər zövqlərini formalaşdırarkən nədən ilham alır? Sosial mediadan, dost çevrəsindən və yaxud da ki, ailədən? Bu fərqli ola bilər. Elə gənclər var ki, ailədən, elə gənclər var ki, sosial şəbəkədən, yəni elə gənclər də var ki, elə dost çevrəsi, düşdüyü mühit, ortam, ona baxaraq o da öz geyimini dəyişə bilər, fikirlərini dəyişə bilər, kiməsə bənzəməyə çalışa bilər. Fərqli formalarda ola bilir. Və sizcə bu nədən asılıdır? Yəni kimdə ki zövq doğuşdandır, bu yəqin ki biraz fərqli olur. Kimdə ki zövq doğuşdandır, baxın, zamanla bu da dəyişə bilər. Zövqlü insan zövqsüz insana çevrilə bilər. Onun ətrafı, yaşadığı mühit, ətrafında olan dostları, yəni bunlar çox önəmlidir. Onlar onun fikrini, ya o onları dəyişməlidir, ya onlar onu. Yəni belə bir məqamda zövqlü insan da zövqsüz ola bilər nə zamansa, zövqsüz insan da zövqlü ola bilər. Bəli. Bəs sizcə sosial media, trendlər geyim zövqünü korlayır, yoxsa müsbət təsir edir? Əgər düzgün təqdimatdırsa, əlbəttə ki, korlamayacaq. Bugün sosial şəbəkələrdə, ümumiyyətlə dünyada zövqsüzlük rəsmən təbliğ olunur. Və bu da xoş olmayan nəticələrə gətirir, çıxardır. Yəqin ki, bu biraz da ondan asılıdır ki, insan xasiyyətinə uyğun geyinməlidir. Yəni kimdəsə bir trend, bir stil yaxşı ola bilər, amma kimdəsə biraz xasiyyətinə uyğun və hər kəs özünü dəbli hesab edir. Yəni bilirsiniz, burada biraz sosial şəbəkələr artıq o qədər açıqdır, o qədər hər kəs öz geyim tərzini dəbli kimi təqdim edir və kimsə də onu tərzini götürür, kimsə də düz bilir onu. Yəni tam peşəkar fikrini dinləyən və onunla hərəkət edən insanların sayı azalıb. Gənclərin geyimində sizi ən çox narahat edən məqam nədir? Gənclərin geyimində əslində gəncdirlər, onlara nə desək də onların bir fikirləri var, öz istəkləri var. Onlara çətindir bugün nəyisə zorla tətbiq eləmək və ya zorla nəyisə geyindirmək. Ona görə onlara yanaşma tərzini fərqli etmək lazımdır və düşünürəm ki, çox zaman normaldır, yaxşı gəlir. Bəzi hallarda da
mənim sevmədiyim məsələn çox tatulara meyl etmələri, piercinglərə meyl etmələri, geyim tərzində çox həddindən çox oversize deyilən bir dəbə gələn bir tərz var ki, bu çox önəmlidir ki, sən boy və buxununa görə, yəni sənə yaraşırmı, yaraşmırmı, bilirsiniz necə? Hər geyim tərzi yaraşmalıdır da. Yəni mənim üçün əsas odur ki, o geyinən o gənc geyindiyi geyimi düzgün daşıya bilsin. Daşımağı bacarsın. Önəmli olan geyimdə odur və ona görə də gənclərdə fərqli ola bilər. Bəzən çox zövqümə oxşayan gənclərlə rastlaşıram. Bəzən çox həm də sadə, həm də rahat geyimdə olan gənclərlə rastlaşıram ki, mən sadəliyin və rahatlığın tərəfdarıyam. Gündəlik həyat tərzində əlbəttə ki, ümumiyyətlə geyim rahat olmalıdır. Geyim düzgün seçilməlidir, rahat olmalıdır. İnsan onda əgər özünü narahat hiss edirsə, o geyimi heç geyinmək düzgün deyil. Ümumilikdə bir də bəzi hallarda çox açıq-saçıqlıq olanda xoş olmur. Gülnərə xanım, mən əminəm ki, zövq sizin üçün sadəcə geyimdən ibarət deyil. Bu yəqin ki, xarakterlə də bağlıdır. Sizcə zövq insanın xarakterini açırmı? Zövq insanın xarakterini açır deyəndə, ümumiyyətlə insanın xarakteri bir çox meyarlar, bir çox fərqli məqamlarla dəyişilə bilər və ya ümumiyyətlə o insan olduğu kimi görünməyə bilər o bəzi hallarla. Amma ümumilikdə zövq insanın əlbəttə ki, xarakterindən də cavab verir, xarakterindən də nəsə deyir. Çünki insan daxilində olan, düşüncəsində olan, fikrindən keçən, yəni tərzi nümayiş etdirir də. Siz bu sahədə bir mütəxəssis kimi, sizcə bir insanın geyiminə, zövqünə baxıb fikir formalaşdırmaq düzgündürmü? Mən insanın geyiminə, görünüşündən fikir yol almağı sevmirəm. Mən o insanla danışmalıyam. Onun danışıb, onun düşüncəsini, təfəkkürünü, beynini, qəlbini, ürəyini, yəni onu hiss etməliyəm. O nə cür insandır. Geyimə görə insana əlbəttə ki, düzgün deyil hansısa bir fikri formalaşdırıb demək ya onu vurğulamaq. Yaxşı olar ki, o insanlar, yəni biz geyimə görə qarşılayıb ağla görə yola salmalıyıq. Bu gözəl bir misaldır. Bəli, çox düz dediniz. Doğrudan da elədir, amma bəzən baxırıq ki, kimsə yalnız tünd rənglərə üstünlük verir. Amma kimsə rəngarəng geyinir. Yəni bu yəqin ki, onun xarakterinin, ruhunun rəngarəng olmağından danışır. Əhval-ruhiyyəsi, həyat eşqi olan insanlar daha çox rəngarənglik sevirlər və bu da gözəldir əlbəttə ki, o insanın həyat eşqi varsa, o çox yaxşı haldır. Amma biraz bədbinliyi olan, biraz hansı bir dönəmdəsə əhval-ruhiyyəsi yaxşı olmaya bilər insanın. Onda da məsələn tünd rənglər, yəni əlvan və tünd rəngləri geyinmək hələ tam da elə insanlar var ki, tünd rəng hər zaman tünd rəngdə gəzir, amma çox da gözəl əhval-ruhiyyəsi olur və çox da gözəl enerji ötürür ətrafına. Yəni bu tam da belə deyil, amma bu da qismən həm də belədir. Çünki ümumilikdə psixoloji məqamlarda deyilir ki, əhval-ruhiyyə geyimə təsir eləyir və daha çox əhval-ruhiyyəsi olmayan insanlar, depressiv insanlar və s. tünd rənglərə üstünlük verirlər. Amma bilirsiniz ki, tünd rəngləri heç də bu nöqteyi nəzərdən yox, biraz da incə görünmək nöqteyi nəzərindən çox istifadə edirlər. Amma mən də hər zaman deyirəm ki, tünd rənglər hər zaman incə göstərmir. Yəni elə bir kök adama ağ rəngdən geyim hazırlamaq olar ki, o qaradan daha incə görünəcək, qara geyimdə olduğundan. Yəni bunlar biraz belə fərqli məqamlar. Biraz hilələr və təqdimatdan asılıdır. Bəli. Bəs sizcə minimalizm yoxsa cəsarətli kombinlər? Siz hansına üstünlük verirsiniz? Cəsarətlə minimalistiki mən biraz sintez eləyərdim, qovuşdurardım. Çünki cəsarət də gözəldir geyim seçərkən. Çünki elə rənglər var ki, o cəsarət tələb edir. Cəsarətli rənglər var geyimlərdə və geyim tərzinin özündə də bu cəsarətli geyimləri seçəndə mütləq bir güzgüdə özünə baxmalısan. Boy, buxun, saç düzümü, gözlər, cizgilər uyğundurmu o cəsarətli geyimi daşımağa, yoxmu? Ümumiyyətlə geyim seçilərkən hər zaman insan
özünü, duruşuna çox diqqət verməlidir. Ona yaraşırmı? Birinci bu nöqteyi nəzərdən mən hər zaman söyləyirəm, güzgü bizim ən yaxın dostumuzdur. Çünki biz orada əyrilərimizi, düzlərimizi görə bilirik. Əgər özümüzə tənqidi yanaşa biliriksə. Əgər o insanda tənqidi yanaşma yoxdursa özünə qarşı, o özünü elə hər cür o güzgüdə gözəl görəcək. Yəqin ki, kimsə də yalan desə, güzgü yalan deməz. Deyəcək ki, yox elə yox, siz deyən deyil, mən deyən də. Çünki insanın xarakterində özünü yaxşı görür o formada. Başa düşürsünüz? Biraz o insanlara fərqli yanaşmalar etmək lazımdır ki, başa salmaq üçün. Mən sizin dizaynlarınızdan görürəm ki, milli dəyərlərimizin harmoniyasını təbliğ edirsiniz və buna üstünlük verirsiniz. Bəli. Sizcə gənclərimizdə bu necə alınır? Ümumiyyətlə milli üsluba münasibət necədir gənclərimizin? Son zamanlar biraz inkişaf gedir, amma daha çox copy-paste'lər var. Yəni ideya götürmələr var. İstərdim ki, bu işlə məşğul olan ümumiyyətlə moda ilə, dizaynla, dəblə məşğul olan gənclərimiz olsun və ya gənc olmaya bilər, elə orta nəsil ola bilər. Bəlli bir yaşda artıq yenə də bir də baxırsan ki, qarşı 50 yaşındadır, amma yeni başlayır dizayn sahəsinə, ya modelyer kimi özünü təqdim edir. Yəni bu əslində yaşa da baxmır. Ola bilər, yəni insanın arzusudur, bəlli bir dönəmdən sonra bu işlə məşğul olmaq istəyir. Əgər onda bu yaxşı alınırsa və ya zövqlüdürsə və ya yenə də deyirəm, bu da biraz təzadlıdır. Çünki özünü necə görürsən, necə bəyənirsən və burada çox diqqətli olmaq lazımdır. Özün olmalısan. Yəni hər bir geyim hazırlayarkən sənin tərzin görünməlidir. Hər bir dizaynerin öz xətti, tərzi, üslubu olmalıdır. Yəni bugün mən əgər hər gördüyüm hansısa sosial şəbəkədə geyimi təkrarlayıramsa və bunu öz adıma çıxıramsa və o geyimin çox pis kopyasını eləyirəmsə və bunu öz adıma çıxıramsa və o ideyanı yenə də götürüb onun pis formatını səliqəsiz, zövqsüz, qeyri-peşəkar yanaşma edirəmsə, bu yaxşı deyil. Mən hər zaman tövsiyə edirəm ki, özünüz olun. Bir dizaynerin tərzi olmalıdır. Öz tərzi olmalıdır, öz dəstxətti olmalıdır və sən bununla fərqlənirsən, sevilirsən və seçilirsən. Biz bu məqamlara toxunduq və mənə maraqlıdır ki, bəs sizin prinsipləriniz bu sahədə nələrdir? Yəni 3 prinsipiniz varsa bu üçün nələrdir? Mənim üçün öz zövqün olmalıdır, öz tərzin olmalıdır, öz üslubun olmalıdır. Yəni hardansa nəsə götürmək, ideya uğurlamaq, bu şeylər mənim ən sevmədiyim xüsusiyyətlərdir. Ona görə də mənim öz tərzim var, öz üslubum var. Günara Xəylova brendinin bir tərzi, bir görünüşü, bir yaradıcılığı var. Bəs siz nədən ilham alırsınız? Desəm ki, elə özümdən ilham Ən gözəli. Tez-tez beynimə gələn o yeni ideyalardan ilham alıram ki, yəni bitmir, tükənmir və çox gözəl bir haldır ki, mən bunun üçün heç vaxt çarəsiz qalmamışam. Anında hər bir beynimə gələn hansısa bir kolleksiya haqqında düşünmüşəm və anında o kolleksiyanı həyata keçirtməklə məşğul olmuşam və yenə də deyirəm, hətta bəzi geyimlərin heç eskizi belə yoxdur. Təsəvvür edin. Beynimdən həmən kəsim biçim stoluna gedir. Məncə bu yaradıcılığın əsl nümunəsidir. Gülnərə xanım, zövqlü geyinməyin birinci qaydası sizcə nədir? Zövqlü geyinməyin birinci qaydası əvvəla dəb yaxşıdır, dəb gözəldir, amma dəbdə son zamanlar yenə də deyirəm, daha çox zövqsüzlük təbliğ olunur və bu yetəri qədər tanınan brendlər tərəfindən olunur. Mənə elə gəlir ki, zövq gözəldir, zövqlü geyinmək. Mənim üçün trend hər zaman zövqlü olmaqdır. Dəbli olmaq, zövqlü olmaq deməkdir və bu tərzimə də hər zaman sadiqəm və çalışıram ki, dəbdə olan nə rəngləri, nə geyim formalarını istifadə etməyim. Mənim bugün geyindiyim və bugün istifadə etdiyim 20 il, 10 il, 15 il sonra gündəmdədir. Bunu mənim kolleksiyalarım deyir, mən demirəm. Yəni mənim əgər 99-cu ildə yaratdığım əl işlərindən ibarət toxunma geyim kolleksiyamda olan geyim formaları hələ bu gün dəbdədirsə, baxın, neçə ildən sonra. Yəni bu çox önəmlidir. Yəni bunu və mənim niyə bunu belə
özgüvənlə deyirəm ki, bu özgüvən hər zaman məndə var. Bu çox sevdiyim bir xüsusiyyətimdir. Bunu mən kolleksiyalarım hamısı ofisdədir. Yəni mən kolleksiyalarımı satmıram. Kolleksiyalar hamısı ofisdədir. Yaradıcılığıma başladığım o gündən bu günə və o geyimlərə baxdıqca zaten deyirsən ki, yəni deyiləsi söz tapmırsan. Özləri danışır. Özləri danışır. Gülnarə xanım, bəs bu sahəyə yeni başlayan gənclərə, xanımlara nə tövsiyələriniz olardı? Yəni ilk nədən başlamalıdırlar? Əvvəla çətinlik çəkirlərsə peşəkarlara müraciət etsinlər. Yəni mən hər zaman dəstək olmağa, fikir bildirməyə, hansısa bir fikrimlə onlara yanında olmağa hazıram. Çox istəyərdim ki, öz tərzlərini, öz fikirlərini, öz içərilərində olan o yaradıcılığı dinləsinlər. Yəni ətrafda olan bitənə baxıb onu təkrarlamağa çalışmasınlar. Bu çox önəmli məqamdır. Və işlərini sevsinlər. Çünki işlərini başladığı, görəcəkləri işi hansısa maddiyyat da lazımdır. Əlbəttə ki, çünki bir fəaliyyət zamanı sənə maddiyyat da lazımdır. Amma birinci düşünsünlər ki, mən bu işi necə gözəl, keyfiyyətli, qəşəng, insanlara həmən görəndə maraqlandıracaq ki, var belə gənclərimiz ki, işlərini görəndə doğrudan da sevinirsən, təəccübləndirib maraq doğurmaq çox önəmlidir, yəni bizim peşəmizdə. Ona görə də birinci özləri olsunlar, öz ürəklərini, öz beyinlərinin məhsulunu təqdim etsinlər və bunu əlbəttə ki, peşəkar, düzgün və keyfiyyətli şəkildə etsinlər. Bəli, doğrudan da bu çox çətindir. Məncə individuallığı qorumaq ki, bu sizdə çox gözəl alınır. Bu hər cür bilinir. Deməli, 2026-cı ilin seçilmiş rəngi Cloud Dancer-dir, yəni bulud rəqqası. Sizcə bu hansı emosiyanı və mesajı ötürür? Əslində çox gözəl belə bir rahatlıq gətirən bir rəng tonudur. O mesajı ötürür ki, dünyamız biraz çox qarışıqdır, dünyamız biraz daha belə boğuq rənglərdədir. Yəni bilirsiniz necə, biraz indi o rəngin dəbə gəlməsi məhz mavi, səma, açıqlıq, ağ rəng, yəni daha təmiz, daha paklığa səsləyən bir rəng tonudur. İnşallah ki, belə də olar, yaxşı olsun. İnşallah. Mən əminəm ki, çox gözəl dizaynlarınız olacaq bu rəngdən. Mən heç onu hələ bilmədən artıq özümü o rəngdə sonuncu kolleksiyada bir geyim hazırladım. Nə gözəl, hiss etmişsiniz. İlk dəfə idi o rəngdə geyim geyinirdim. İntuitiv. Bugünkü gənclərə tək bir cümlə ilə tövsiyə etsəydiniz, bu nə olardı? Bugünkü gənclərə hər zaman istedadları var, tənbəl olmasınlar, işi sevsinlər, əməyi sevsinlər. Biraz hiss edirəm tənbəllik gənclərimizdə və ya da ruh düşkünlüyü deyim. Amma ruhdan düşməməlidirlər, özlərinə inamları olmalıdır. Birinci elə ən əsas deyəcəyim, özlərinə güvənləri və inamları olsun. Görəcəkləri işdə də daim uğur qazanacaqlarını düşünsünlər. Amma bu onları göylərə uçurtmasın da. Yəni bəzən artıq güvən də insan xarakterinə mənfi təsir edir. Yəni güvən, öz güvən gözəl şeydir, məqamında, yerində, zamanında. Təşəkkür edirik Gülnarə xanım. Mənə maraqlıdır, mənim geyimimi bəyəndiniz. Gözəldir, ağ fonda, yəni bugün hər bir sadə fonun üzərinə biz fərqli rəngdə jiletlər, şərflər, pencəklər istifadə edə bilərik və üzərinizdə olan o, mən damanı çox sevirəm və bu pied de poule naxışıdır, qaz ayaqları naxışıdır. Bu naxışı da çox sevirəm. Zövqümü oxşadınız. Çox təşəkkür eləyirəm. Mən çox sevindim buna görə. Gülnarə xanım, biz sizə minnətdarıq. Vaxt ayırıb gəldiyinizə görə, suallarımızı cavablandırdığınıza görə təşəkkür edirik. Çox sağ olun. Mənə də çox xoş oldu sizinlə olmaq. Könüllü proqramına, Könüllüsən proqramına uğurlar diləyirəm. Biz sizə təşəkkür edirik. Çox sağ olun. Əsas olan başqasına bənzəmək yox, özün olmaqdır. Könüllü səndəydik. 2026-cı ildə görüşmək ümidi ilə.